spirtlər 140 dərəcədən yuxarı temperaturda da suyunu itirə bilər, aşağı temperaturda. Yuxarı temperaturda suyunu itirməyi haqqında biz məlumat vermişdik, yadınızdadırsa. Necə idi o? Yuxarı temperaturda 140-dan yuxarını alkende öyrənmişdik, alkenlərin alınmasında. Demişdik, spirtlər, doymuş bir atomlu spirt 140-dan yuxarı temperaturda, 140-dan yuxarı temperaturda qatı sulfat turşusu iştirakında suyunu itirəndə nəyə çevrilir? Suyunu itirəndə alkenə çevrilir uşağı. Alkenə çevrilir. Reaksiya 1-in 1-ə gedir. Yəni 1 mol spirtdən, indi yazacağım, 1 mol alken alınır. 1 mol spirtdən 1 mol alken alınır. Və reaksiyaya deyirlər molekul daxili dehidratasiya, molekul daxili dehidratlaşma. Niyə molekul daxili deyirlər? Çünki reaksiya bir dənə spirt molekulunun daxilində gedir. Ümumi olaraq belə yazılır. CnH2n plus 1 OH temperaturu 140-dan yuxarı. Ola bilər sizə temperaturu 180 verər. Artıq şagird dərhal başa düşməlidir ki, 180 140-dan yuxarıdır. Deməli, bu nə verər bizə? Alken verər. Alkenin formulu necə idi? CnH2. Nümunə uşaqlar. Yazıram CH3, CH2, OH. Tamerlan 140-dan yuxarı temperaturda nə iştirakında? Qatı sulfat iştirakında. Uşaqlar, necə gedər reaksiya? Buradan OH çıxar. OH-ın birləşdiyi karbonun qonşusundan da nə çıxar? Hidrogen çıxar. Bu hidrogenlə OH arasında neçə qat rabitə düşər? 2 qat rabitə. Hidrogen çıxdı CH2. Oradan da OH çıxıb 2 qat. Aldıq nə? Etilen, bir də su. OH ilə H birləşir, su verir. Yadınıza düşür bu reaksiyalar. Və yaxud uşaqlar, belə bir spirt yazmışam. Bu spirt suyunu necə itirəcək? Kimin yadındadır? Demişdik, OH çıxır. OH-ın birləşdiyi karbonun da qonşusundan H çıxır. İndi kim mənə deyər, burada hansı karbondan H çıxacaq uşaqlar? Burada hansı karbon? CH2-dən Az olanda hansı qayda idi o? Zayistev qaydası. Zayistev qaydası. Buradan da H çıxar, arasına 2 qat rabitə düşər. Yenə 140-dan deməli yuxarı alınır CH3, CH, CH 2 qat CH. Üzərində gəl H2. Baxın bir dənə. Molekul daxili dehidratlaşma. Niyə molekul daxili? Çünki reaksiya bir dənə spirtin molekulunun daxilində gedir. Kimi çatdıra bilirəm uşaq. Bir dənə spirtin molekulunun daxilində gedir. Bir də var molekullar arası dehidratlaşma. O da qatı sulfat iştirakında gedir, aysu vaxtında qoşul. O da qatı sulfat iştirakında gedir və orada 140-dan aşağı olur temperatur. Uşaqlar, 140-dan